Öd qatılaşması, palçıq kimi öd. Bunu ən çox bizə ultrasəs müayinəsindən gələn xəstələr deyirlər. Ay doktor, üzü həkimi dedi ki, ödüm qatılaşıb. Üzü həkimi dedi ki, ödüm palçıq kimidir. Bu zaman deyirik ki, narahat olmayın. Tam vaxtında gəlmisiniz. Əgər öd qatılaşması varsa, demək ki, bizim hələ müalicə verməyə vaxtımız var. Niyə? Çünki həmin o qatı öd, palçıq kimi öd daşa çevrilməsin. Azərbaycanda bilirsiniz ki, 50-dən yuxarı qadınların demək olar ki, 1/3-də öd kisəsi yoxdur, öd kisəsi əməliyyatı icra olunub. Çünki daş yaranmışdı. Bax, həmin o öd daşı da belə palçıqdan, belə qatılaşmadan sonraki mərhələdir. Öd qatılaşmasının əsas səbəbi maddələr mübadiləsinin pozulmasıdır, xolesterin mübadiləsinin pozulmasıdır. Həmçinin də düzgün qidalanma rejimi olmayanda, məsələn, səhər gün orta yemirik, bir dənə axşam yeriksə, öd axmır, öd kisəsi boşalmır, istifadə olunmur. Bu zamanda qatılaşma ola bilər. Sürətli, yağsız yağ yemədən pəhriz saxlayan insanlarda çox sürətli öd qatılaşması, dalınla da hətta öd kisəsində daşlar yarana bilər. Həmçinin bəzi dərman preparatları, hormonal dərmanlar var ki, bunlar da öddə qatılaşma yarada bilərlər. Yəni, özünüzə biganə qalmayın, öd kisənizi yoxladın. Əgər qatılaşma, palçıq varsa, bu zaman müalicə eləyək ki, gələcəkdə ağırlaşmalarla üz-üzə qalmayasınız.